Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Yenidən Badamdardayıq, avtomobil bazarında, ikinci el avtomobil bazarında gəlmişik. Bu həftəki bazarı da yaxından incələməyə və sizdən gələn o maraqlı avtomobillər var ki, istəkləriniz çoxdur. Həmin istəklərinizi yerinə yetirməyə, təbii ki, avtomobillər çəkib sizə təqdim etməkdən gedir söhbət. Bir də bazarın ümumi aqibətini daha yaxından, detallı şəkildə incələyib sizə təqdim etməyə görək bu bazarda bir canlanma yaşanacaqmı? Ümumiyyətlə görək bu bazarda vəziyyət hansı səviyyədədir, alqı-satqı varmı, yoxmu? Bütün bunları detallı şəkildə incələyəcəyik və sizə videonun gedişatında maraqlı məlumatları təqdim edəcəyik və təbii ki, bu məlumatlarla da paralel olaraq bir-birinin maraqlı avtomobilləri çəkib sizə göstərəcəyik. Bizi izləmədə qalın, maraqlı vlog gəlir və biz düşürük bazarın mərkəzinə. Gedək görək, dünən hava yaxşı idi. Təbii ki, axşama doğru hər kəs avtomobilini sildi, təmizlədi, yudub, parıldatdı ki, çıxaracaq bazara, müştərini cəlb eləməyə çalışacaqlar. Amma təbii ki, qurban olduğum yenə gecə saatlarında yağışı yağdırdı və təbii ki, həmin avtomobillərin bir çoxu indi çirkli vəziyyətdə olacaq bazarda. Yenə də bütün bunlarla paralel olaraq görək bazarda alqı-satqı hansı səviyyədədir. Biz getdik bazarın mərkəzinə. Bizi izləmədə qalın, düşürük bazara. Bazarın cənub hissəsindən baxıram, burada bir boşluq var, amma fırlandıqca, döndükcə, yavaş-yavaş mərkəzə doğru gəldikcə görürük ki, avtomobillər kifayət qədər ortalıqda var. Yəni, ortada, mərkəzdə avtomobil sıxlığını görürük. Yəni, bazara ortalama götürsək, əvvəlki bazarlarla müqayisədə nə az, nə çox maşın çıxarılıb. Belə normal sayda maşın var avtomobil bazarında və səhər saat 9-dur. Yəqin ki, bundan sonra da bazara maşın axını baş verəcək. Ona görə də bu boşluqlar da çox güman ki, dolacaq. Elə bazara da yenicə düşmüşdük, maşınlara baxdıq ki, alış-veriş var. Avtomobillərlə ciddi şəkildə maraqlananları biz görürük. Burada bir Chevrolet Cruze var, yəqin ki, 2016-2017 modeldir. Bu avtomobillə yaxından maraqlanırlar, VIN koduna baxırlar. Qardaş maşınını satan VIN kodunu təqdim edir ki, hansı hissədən Amerikadan gələndə vurğu olub və s. almaq istəyənlər də təbii ki, maraqlıdır həmin VIN kodla yaxından tanış olmağa. Mən elə bildim ki, 2016-17-dir, hətta avtomobil 2019-cu ildir və bu maşının ili yaxşıdır, qiyməti isə 17.000 manatadır. Ona görə də bu avtomobildən daha yaxşı və daha ciddi şəkildə maraqlanan alıcılar var deyə bilərəm. İndi göstərəcəm digər detallarını sizə. Alıcılar maraqlanır. Və çox güman ki, bu avtomobil premium komplektasiyadır. İndi onu da göstərəcəm sizə. Orta komplektasiya, yəni premium komplektasiyadır avtomobil. Çünki parça oturacaqlardır, start-stopu yoxdur, amma paralel olaraq böyük monitoru var. Müxtəlif funksiyaları var. Hazırda kondisioner də işləyir vəziyyətdədir. Avtomobilin yürüşü kilometrlə 232 kilometr yürüşü var. Avtomobilin içərisi çox səliqəli vəziyyətdədir. Oturacaqları parça olsa da didilməyib, sökülməyib, yəni belə deyək də deformasiya uğramayıb, ləkə və s. yoxdur avtomobilin oturacaqlarında. İndi onu digər detallı şəkildə sizə təqdim eləməyə çalışıram. Kondisioner də buz kimi vurur deyərdim, yəni yaxşı vəziyyətdə də işləyir. Bamper zədəsi ilə gəlib Amerikadan Azərbaycana. Carfaxı da və s. hər şey də tərtəmizdir. Almaq istəyən deyir, ciddi şəkildə yoxlatdırıb. Baxa bilər ki, mən yalan danışmıram. Burada bir maraqlı avtomobil var. Maraqlı niyə deyirəm? Rəngi çox maraqlıdır. Söhbət Hyundai Elantra'dan gedir. Təbii ki, bilməm, amma kənardan baxanda Koreya olduğu görsənir. Amerika olmadığına əminəm. Avtomobilin maraqlı rəngi var. İndi onunla maraqlanırlar. Burada da alıcılar var, ciddi şəkildə avtomobili incələyirlər. İndi baxaq görək bu avtomobil xüsusiyyətləri nələrdir, qiyməti nədir, yürüyüşü nədir və niyə sırf bu avtomobillə maraqlanırlar, onu da sizə deyəcəm. Mühərrikin iş prinsipinə baxırlar yaxından. Bilirsiniz, yəni ciddi şəkildə bu maşınla maraqlanırlar. Görək qiyməti nədir, yürüyüşü nədir, çox qəşəng rəngi var deyə bilərəm. 22.500-ə deyir qardaş bu Elantranı. İndi eşitdim onu, bir daha soruşacağım. Çox belə qeyri-adi rəngi var, nə göydür, nə tünd göydür. Avtomobillə maraqlanır qardaşlar. Dediyim kimi avtomobil Koreyadır, 1.6 mühərrikdir, benzindir, 128.000 yürüyüşdədir avtomobil və son qiyməti olaraq alıcılara 22.500-ə deyilibdir bu avtomobil. Alıcılar da yəqin ki, almaq niyyətindədir. Son dəfə baxış keçirirlər avtomobilə. Premium komplektasiyadır avtomobil. Kol bucaq və s. var. Burada müəyyən funksiyalar, başqalar yoxdur. Oturacaqların idarə olunmasını görmürəm. Düzlaşarsız daxil olma var və ön oturacaqların istidilməsini görürəm burada. Baxın, burada ön oturacaqların istidilməsi, drive mode və s. və klimat kontrol görürük. Biz qalxırıq, qardaş
zavod monitoru çıxarıbdı, yerinə əvəzinə Android monitoru qoyubdu. Görürsüz, buradakı yürüşü də bəli 128 min yox, 124 min. Baxın, yaxından göstərəcəm sizə. 124 min real yürüşdədir avtomobil. Sükanı çox səliqəli və sveji vəziyyətdədir. İndi təqdim edəcəm sizə avtomobilin sərnişin oturacaqlarını. Çox səliqəlidir. Oturacaqlarda didilmə, sökülmə, deformasiya yoxdur deyə bilərik. Bunu yaxından da sizə təqdim edirəm. Baxın, fikir verirsiniz. Fırlanırıq, çönürük. Buradan da interyerini sizə təqdim edirik. Burada bir avtomobil var. Bir dostumuz var, Qadir. Sırf bu Kia Cerato'ların bu kuzovu ilə maraqlanır, bu banla maraqlanır. Avtomobil neçənci ildir, qiyməti nədir, nə qədər gedib, mühərriki nədir, detallı şəkildə incələyirəm. Qadir, yaxından bax. Deməli, bu Cerato 2012-ci ildir. Maşın heç bir ölkədən gəlməyib, yəni burada rəsmi dillərdən alınıb, servis deyək. Avtomobil yenə deyirəm 2012-ci ildir. 300 nə qədər? 315 min yürüşdədir avtomobil. Mən yaxınlaşam, göstərəm. Qadir, 1.6 mühərrikdir, düzdür, sadə komplektasiyadır, parça oturacaqlardır və s. İçərisini göstərəcəm, yaxından bax. Sadə komplektasiya olanda bunlarda xüsusi bir şey yoxdur, Qadir, onu demək istəyirəm sənə. Bura bir monitor da yerləşdirmək olar, çünki indi bu dəqiqə bu maşınlara monitorlar çoxdur. Kondisioner və s. işlək vəziyyətdədir, qardaş deyir. Elə də sürülüb avtomobil 315 min sürülüb, kifayət qədər də gedib bu avtomobil. Qiyməti isə qardaş deyir ki 14.800-ə deyirəm. Maraqlıdır qiyməti. Məncə Qadir, qiyməti bu ilə və bu yürüşə görə, bu komplektasiyaya görə təbii ki çox bahadır. Avtomobildə kosmetik işlər də yer gəlmişkən çoxdur, Qadir. Hələ ki qarşıma biri çıxıb, ona görə də bunu çəkmək istədim. Ön farlarında və s. müəyyən işləri getməlidir deyə bilərəm. Elantralarla ciddi şəkildə maraqlanırlar. 2016-2017 modellərdən gedir söhbət. Burada da Amerikanka bir Elantra var. Bu maşınla da yanında baxın dayanıblar. Bu maşınla da ciddi şəkildə maraqlanırlar. Aşağı yuxarı Elantraların qiyməti 20 mindən 24 min arası dəyişir. İli və komplektasiyası və avtomobilin vəziyyətinə görə bu qiymətləri bax bu şəkildədir. 2017-ci ildir, Koreyadan gəlib, təbii ki dizel mühərrikdir. 39 min manata deyir, 2.2 mühərrikdir. Prestij komplektasiyadır deyərdik. İndi 2 çəkəndir, onu da deyim sizə. Avtomobil yaxşı, səliqəli vəziyyətdədir. İndi göstərəcəm lupa farlar və s. Yaxşı vəziyyətdədir, səliqəli vəziyyətdədir. Disk təkəri indi biz keçəcəyik interyerini sizə təqdim eləməyə. İnteryerinə daxil oluruq və görürük ki, böyük monitordur. Təbii ki start stopdur. Müəyyən burada tam full o komplektasiyadan gedir. Buradakı həmin o funksiyalar yoxdur. Oturacaqları səliqəli vəziyyətdədir. Oturacaqlarda didilmə, sökülmə yoxdur. Maraqlıdır ki, bu avtomobil nə qədər gedib, yürüşü nədir? Avtomobil 7 yerlikdir. Görürsünüz, bu oturacaqlar təbii ki örtüləndə və burada böyük bir yük yeri bizi qarşılayır və açılır və təbii ki burada sərnişin oturacaqlarının sayı beləliklə artmış olur. Biz indi daxil oluruq bu tərəfdən də avtomobilin sürücü tərəfdən də interyerini sizə təqdim eləməyə. Həqiqətən çox səliqəli vəziyyətdədir. Qiyməti isə 39 min manatdır. Açarsız daxil olma və biz keçirik. Burada oturacaqların elektron şəkildə idarə olunmasından tutmuş hər şey var deyə bilərik. Noble Expedition'dan müxtəlif 1-2 xırda funksiyaları var ki, onlar çatmır. Hansı ki biz onların da burada olmadığını, mövcud olmadığını daha yaxından görə bilirik. Gözcülərin idarə olunması, qatlanması və s. Elə burada da baxanda görmək olur ki, avtomobilin real yürüşü 187.796 kilometrdir. Burada da böyük monitoru bu tərəfdən də göstərirəm. Sürücü oturacağı da çox yaxşı vəziyyətlidir. Bazarda əməlli başlı bir canlanma var. Görürsüz, alıcılar çoxdur bazarda. Burada məsləhət, məşvərət işləri gedir. Qardaşlar nəyisə burada məsləhətləşirlər. Yəqin ki, maraqlandıqları avtomobilin necə, hansı qiymət alacaqlarından danışırlar. Yəni, əvvəlki bazarlara nisbətən bu bazar, mən baxıram ki, bir canlanma var. Bazarın hər küncündə, hər belə deyək də küçəsində, arasında, ara yollarında alıcılar qaynaşır. Aşağı yuxarı gedənlər var. Yəqin ki, bu bazar həqiqətən də belədir vəziyyət. Hyundai Grandeur-dur və avtomobil 2015-ci ildir. 26.500-ə deyir bu avtomobilə. Yeri gəlmişkən Ponlu full komplektasiyadır. İndi daxil oluruq interyerini də sizlə tanış eləməyə. Gördünüz, oturacaqlar sırazı öz yaddaşındadır və sürücünün oturuşuna uyğunlaşıb deyə qapını açan kimi həmin formada yerinə qayıtdı. Hər avtomobil full komplektasiyadır. Oturacaqların görürsünüz yaddaşlı şəkildə idarə olunmasıdır və s. Və buradan da baxanda didilmə, sökülmə görmürük. Nə qədər yürüşü var bilmirəm.
İndi soruşacağım sahibindən. Salam, hər vaxtınız xeyir olsun. Qardaş, nə qədər yürüşü var avtomobilin? 201 min yürüşü var avtomobilin, amma 201 min yürüşdə olsa da səliqəli idarə olunub deyərdim. Vuruq udarı və s. nəsə var yoxsa yox? Heç bir vuruq udarı yoxdur avtomobildə deyir. Koreyadan gəlib yoxsa buradan rəsmi dillərdən alınıbdır. Yəni servis dediyimiz bir K5 görmüşəm. Yəni başqa sözlə Kia Optima bu maşından maraqlanırlar. Yəni alıcı həqiqətən çoxdur. 5 maşından 3 ilə ciddi şəkildə maraqlanırlar deyə bilərəm. Avtomobilə baxırlar, detallı şəkildə incələyirlər. Bu K5-in xüsusiyyətləri nədir, neçə deyir, onu da indi öyrənib sizə təqdim edəcəm. 24 min start qiymətidir. Avtomobil 2013-dür, amma kuzov ümumiyyətlə banın görünüşü vəziyyəti 2014-dür deyir. O niyə elə deyir onu da bilmirəm. İndi avtomobilə daxil olacağam. Polno full komplektasiyadır və biz daxil oluruq açarsız daxil olmayla içəri interyerini sizə təqdim eləməyə. Burada maraqlı yəqin ki vinilləyiblər. Biraz hava falan girib deyə ona görə də o vəziyyətdədir. Bəlkə də maraqlı görünüş üçün elə eləyiblər bilmirəm. Daxil oluruq və buradan da keçirik içəri. Avtomobilin oturacaqlarını sizə təqdim edirəm. Qalxırıq. Avtomobil sürülübdür. Bəli, dəyərli izləyicilər, ona görə də oturacaqlarda müəyyən didilmələr, müəyyən bozaran hissələri biz buradan görürük. Buradan yaxınlaşırıq və biz buradan qalxırıq. Tavanı sizə göstəririk və eləcə də bu avtomobilin ön idarəetmə panelini də, şiti də sizə təqdim edirik. Avtomobil nə qədər gedib bilmirəm. Nə qədər gedib avtomobil? 156 min yürüşdədir. Koreyadan gəlibdir avtomobil. Hələ Koreykadır. 156 min də yürüşüdür. Mühərriki nə idi? 2 sadə də mühərrikdədir. Bu avtomobilin qiyməti də dedik sizə. Belə hansı avtomobilin yanında alıcı çoxdursa o avtomobilə yaxınlaşıram. Həm vəziyyətini soruşmağa, həm də baxırıq görək alış-veriş hansı formada gedir. Bu Amerikanka olan Elantra'dır. Yəqin ki 2015 modeldir. Maraqlanırlar, baxırlar. Ona görə də maraqlı gəldi mənə, yaxınlaşdım avtomobili çəkməyə. Sadə komplektasiyadır deyəcəm, amma yox, premium komplektasiyadır avtomobil. Bir dənə bu avtomobildə lük yoxdur. Oturacaqların idarə olunmasını sizə göstərirəm. Tərtəmiz vəziyyətdə interyeri var. Bəli, orta, yəni premium komplektasiyadır oturacaqların idarə olunması və ümumiyyətlə isidilməsi, soyudulması. Burada klimat kontrolu sizə göstərirəm. Buradan da təbii ki isidilməsini, ventilyasiyasını sizə təqdim edirəm. Avtomobilin interyerini bu şəkildə sizə incələyirəm və göstərirəm yaxından və nə qədər gedib onu göstərmək istəyirəm. Baxım görüm açar üstündədirmi? Açara baxırıq və 109 min mil yürüşdə olduğunu biz buradan görürük. 109 min mil. Təbii ki Amerikankadan gəldiyinə görə mildir bu avtomobilin yürüyüşü. İli nədir bunun? 2014-cü ildir, bəli, 2014-dür. Amerikadan gəlibdir. Qiyməti nədir qardaş? Qiyməti 22 startdır, hə? 22 min start, 22 min start qiymətidir bu Amerikanka Elantranın start qiyməti 22 min manatdır. Burada bir dənə öz maşınından var, amma daha sadə modeldir, daha sadə komplektasiyadır. Söhbət Kia Rio'dan gedir, özü də ya 2014-dür, ya da 2013-dür, ya da 2012-dir deyərdim. Məndə isə 2015-in bir tık üstüdür. Buna görə də daha yaxından çəkəcəm bu maşını. Baxaq görək nəyi, neçə deyir, maraqlı disk təkəri var. 2012-ci ildir dediyimiz kimi rəsmi dillərdən alınıb, yəni servisdir. İlin də dedik 228 min də yürüşdədir. Qiyməti də 15 min nə qədər? 15.700 manat da qiymətidir. 228 min getmiş. Sap sadə Kia Rio'dan gedir dəyərli izləyicilər. Sap sadə. Niyə sadə deyirəm? Çünki oturacaqlar da parçadır. Yəni idarəetmə panelində də xüsusi bir şey yoxdur. Görürsünüz monitor və s. sadə açarla və s. Avtomobilin də qiyməti dedim sizə. Bazarda həqiqətən də əməlli başlı bir qaynaşmanın biz şahid oluruq. Xeyli sayda alıcı var bazarda. Demək olar ki, bir çox avtomobillə yaxından maraqlanırlar. Burada da Cerato var. Bundan da ciddi şəkildə maraqlanırlar. Görürsünüz. Avtomobil bazarında bu bazar müştəri sayı çoxdur deyərdim. Burada da bir F10 var. Ondan da maraqlanırlar. Görürsünüz, bazarın ümumi vəziyyətini sizə təqdim edirəm. Həm avtomobillər çəkməklə, həm də ümumi bazarı sizə təqdim etməklə bu vlogu istəyirəm daha maraqlı formada sizə çatdıram. Görürsünüz, bu Cerato ilə daha ciddi maraqlanırlar.
Maşın da səliqəli maşındır, kənardan görsənir. İndi göstərəcəm detallı şəkildə sizə. Bəli, dəyərli izləyicilər, 2019-cu ildir. Avtomobilin start qiyməti 22.500 manatdır. İzləyicilərə indi bu avtomobilin interyerini yaxından göstərməyə çalışacağım. Zəhmət olmasa qapını örtməyək. Oturacaqları üzdüyübdür. Həmin üzdüklər də ki, didilibdir. Yəqin göz oturacağında bir şey yoxdur. Alanlar da elə ondan maraqlanırlar. Avtomobil premium komplektasiyadır. Baxanda görmək olur. Yəni tam fulu deyil də, yəni ki, orta premium komplektasiyadır avtomobil. Yəqin ki, çox güman ki, parça oturacaqlardır. Bəli, oturacaqlar da parçadır. Ona görə deyirəm ki, premium komplektasiyadır. Avtomobilin də yürüşü 88 mil. Yəni Amerika olduğuna görə 88 min mil yürüşdədir avtomobil. Çox maraqlı bazardır, çox maraqlı bazardır. Avtomobillərlə maraqlananlar çoxdur, həddindən artıq çoxdur. Baxın, belə avtomobil almaq istəyib gəzənlər də var və burada bir BMW X5 var deyirəm, onunla da maraqlanırlar. 16-cı ilin X5-idir bu, maraqlanırlar. Hibriddir avtomobil, səhv eləmirəmsə, indi detallı şəkildə göstərəcəm sizə daha yaxından interyerini. Bəli, yaddaşda oturacaqları. Biz burada qarşımıza çıxır ilk olaraq. Oradan yüngülcə qalxırıq. Salonun ümumi görünüşünü sizə təqdim etməyə. Baxın, oturacaqlar çox səliqəli vəziyyətdədir. Avtomobillə ciddi şəkildə maraqlanırlar və lipstoplara qədər, head-up displeyə qədər avtomobildə hər şey var və yürüşün nə qədərdir onu da deyəcəm sizə. Buradan baxanda da görmək olur. Avtomobilin idarəetmə panelində ümumiyyətlə funksiyaları çoxdur. Full komplektasiyadır, çünki görürsünüz pilot, yəni təyyarə pilotunun oturduğu yerə oxşuyur. Avtomobilin lipstoplarını daha yaxından göstərirəm və biz burada panoramik bir başdan başa dam görürük. Yəni təbii ki, full komplektasiya olduğuna görə maraqlıdır. Bu avtomobilin qiyməti neçədir? İndi soruşacağam. Bax, buradan da head-up displeyi göstərirəm sizə. Head-up displey yəqin ki, görsənir buradan. Dəyərli izləyicilər, hansı ki, bəzi full komplektasiya avtomobillərdə çoxunda yoxdur həmin funksiya, amma bu X5-də var 2016-cı il. Neçə deyir, nə tər deyir, bilmirəm, mühərriki də nədir, onu da bilmirəm. Alıcılarla söhbət edir qardaş, ona görə narahat eləmək istəmirəm. Gözləyirəm ki, tam səliqəli şəkildə yaxınlaşam, soruşam. Dəyərli izləyicilər, dediyim kimi avtomobil plug-in hibriddir, 2 plug-in hibriddir, Amerikadır, 180 min yürüşdədir. Avtomobilin də qiyməti 46 min manatdır və bu avtomobillə, bu X5 ilə daha yaxından maraqlanır almaq istəyənlər. Baxın, nə qədər alıcı var, görürsünüz. Bu Nissan Sentra-yla da maraqlanırlar, Forte-yə də baxırlar. Burada dayı çay satır. Yəni maraqlı və rəngarəng bazardır deyərdim. Deməli 2024-cü ilin Elantrası var qarşımızda. Rəsmi dillərdən alınıb, yoxsa rəsmi dillərdən alınıb? Yəni servisdir. Neçə deyirsiniz? 37 yarıma nə qədər gedib avtomobil? 23 min real yürüşdədir dəyərli izləyicilər. Full komplektasiyadır avtomobil. Və təbii ki, rəngdə iməyib, bu qədər gedib, az gedib, yürüşü də azdır, ili də yenidir və mən buradan bu Elantranın da interyerini sizə göstərəcəm. Lüku və s. hər şey var. Açarsız daxil olmasından tutmuş. Biz buradan keçirik avtomobilin interyerinə. Görürsünüz, müasir, yeni nəsil Hyundai Elantra, dəyərli izləyicilər. Avtomobil full deməyək, premium komplektasiya deyək bu avtomobilə. Yəni, interyeri çox səliqəlidir. Avtomobil az gedib, 23 min cəmi yol gedib avtomobil, 23.781 kilometr yürüşdədir avtomobil. Bəli, dəyərli izləyicilər, bazar çox maraqlıdır, alıcı da var, satan da təbii ki, çoxdur və bir qaynaşmanın bir o ciddi şəkildə avtomobillərlə maraqlananları mən gördükcə bunu deyə bilirəm, rahat şəkildə deyə bilirəm ki, bazarda bugünkü bazar əvvəlkilərdən fərqlidir. Alqı-satqı nöqteyi nəzərindən. Bir tərəfdən yağışın batırdığı maşınları təmizləyirlər, bir tərəfdən alqı-satqı gedir, bir tərəfdən də maşınlarla ciddi maraqlananlar var. Digər tərəfdə isə bax belə musiqiyə qulaq asırlar. Belə maraqlı bazardır. Dəyərli izləyicilər, bazarda isə maşın o qədər də çox deyil. Baxın, görürsünüz, bazarda o qədər də çox maşın yoxdur. 90'ların maşınları da, 90'lar hamısı bura toplaşır. W211'lər, nə bilim, C-klasslar, 98, 99, 2000 modellər buradadır. Amma maraqlıdır ki, 90'lar tərəfə baxan yoxdur.
digər bazarda babat alış-veriş gedir. Bu bazarda isə yalnız silib təmizləmə gedir. Yəni hələ ki mən burada bir maşınla maraqlanan görmürəm, dəyərli izləyicilər. Qardaş hələ silib təmizləyir, yağışın izlərini götürür. Dəyərli izləyicilər, danışa-danışa yaxınlaşırıq biz hara? Bazarın böyründə salonların olduğu yer var ki, ora gedək görək. Həmin salonlarda böyük əksəriyyət maşınlar, satılan maşınlar, Çin maşınlarıdır. Gedək baxaq görək Çin bazarında nə baş verir. Bəli, dəyərli izləyicilər, gəlmişik. Bayaq dediyimiz kimi avtomobil bazarının bir hissəsində müxtəlif salonlar var ki, bu salonlarda daha çox Çin istehsal olan, yəni Çin bazarından Azərbaycana axın edən həmin maşınların satıldığı nöqtələrdə daha əvvəllər də buradan bir-iki dəfə məlumatlar paylaşmışdım sizlə. Yəni bir müddət keçib, bir neçə ay keçib gəldik görək Çin bazarında, Çin avtomobil bazarında vəziyyət nə yerdədir. Amma təəssüf ki, biz bir alıcı görmürük. Elə qardaş da göstərir və mən də sizə buradakı vəziyyəti təqdim edirəm. Çin avtomobilləri burada dayanıbdır. Burada təbii ki, müxtəlif marka model avtomobillər var, şanqanlar daha çoxdur, BYD-lər var burada. Amma təəssüf ki, bu bolluğun qarşısında biz alıcı görmürük. Fona fikir verirsiniz, yəni avtomobillər dayanıb burada gözləyir. Alan, satan çoxdur təbii ki, amma gəlib ciddi şəkildə deyən yoxdur ki, bu Unizeni ver aparım, nə bilim, bu BYD-ni ver aparım. Yəni bu bazar demək olar ki, ənənəvi bazarda alqı-satqı nisbətən düzəlsə də bu bazarda sanki müddət uzandıqca, aylar keçdikcə alıcılıq bir qədər də aşağı düşür. Nə qədər Unize var. Plug-in hibridlərdən gedir söhbət. Görürsünüz, heç nə yoxdur bu bazarda. Yalnız maşınlardır, bir də mənəm. Vəssalam. Bəli, dəyərli izləyicilər, Çin bazarındakı vəziyyəti də yaxından göstərdik. İndi yenə daxil oluruq ənənəvi, bizim bildiyimiz daxili yanma mərkəzi olan Amerika, Koreya, Avropa avtomobillərinin satıldığı ikinci əl avtomobil bazarına, Badamdarın o məşhur bazarına, yenidən o mərkəzə, o canlanma olan nöqtələrə daxil oluruq. Baxaq görək, nə bilim, yaxın yarım saat ərzində, bir saat ərzində nə baş verib. 2021-ci ilin Sorrentosu var qarşımızda. Avtomobil 2020-ci ildir, 2021-ci il alışdır deyir qardaş. 2.2 dizeldir. Avtomobil Karekadır, yəni Koreyadan gəlmə avtomobildir. Detallı şəkildə sizə göstərəcəyik. Bir də qiyməti ilə sizə tanış edəcəyik. Buradan daxil oluruq interyerinə, açarsız daxil olma. Biraz öncə maraqlanırdılar bu avtomobillə. 2020-ci il modeldir. Öz oturacaqların idarə olunması və s. müasir, yəni ki, yeni nəsil avtomobildir. Görürsünüz, böyük monitor və s. avtomobildə bir çox funksiyalar var. 7 yerlikdir ki, 154 min yürüşdədir avtomobilin yürüşü. Buradan baxanda da idarəetmə paneli və s. və burada müəyyən funksiyalar var. Eniş, yoxuş qarşı və burada klimat kontrol, böyük monitor. Yəni tez-tez danışmağa çalışıram ki, yorucu olmasın. Avtomobilin interyerini bu hissədən göstərdik və tam keçirik arxa sərnişin oturacaqlarını sizlə tanış eləməyə. Görürsünüz, burada da sərgəli bir oturacaqlar var. Didilmə, sökülmə yoxdur. Kondisionerin hava yollarının arxa tərəfə vurulması, oturacaqların idarə olunması, yaddaşı və s. hər şey var. Arxa oturacaqların da yeri gəlmişkən isidilməsi və s. 7 yerlikdir. Bir daha deyirəm. Arxa yük yerinin elektron şəkildə bir düymə ilə açılması və təbii ki, 7 yerlik olduğu buradan tam yaxşı göstərə bilirik sizə. Görürsünüz, tam bağlanır və təbii ki, yük yeri daha böyük olur və 7 yerlik olduğuna görə bu hissədə də təbii ki, kondisionerlərin burada giriş-çıxışı var, hava yolları var və avtomobilin qiyməti nədir deyəcəm sizə. İndi buranı da qaldıraq, ənənəvi şəkildə sizə göstərməyə çalışırıq. Görürsünüz, burada müxtəlif, yəni yanğın söndürmə balonundan tutmuş, burada müəyyən məsələlər, aşarı və s. var. Təkər təzyiqinin ölçülməsi və s. Avtomobilin start qiyməti nədir qardaş? 49 min manata deyir qardaş və deyir ki, razılaşma var avtomobildə. 2.2 dizel mühərrikli, bax bu Kareka Kia'dan gedir söhbət qardaşlar. Görürsünüz, qaynaşmaya baxın. Avtomobil alanlar çoxdur və saat 12-dir. Bu saatda belə bazara daxil olanlar var, dəyərli izləyicilər. X5 gətiriblər. Onunla maraqlanır qardaşlar. 2018-ci ildir, 3 dizeldir. 65 min manata deyir. Bax bu X5-i. Bazarın hansı küçəsinə daxil oluramsa, qarşıma ən azı bir 10 nəfərə yaxın alıcı çıxır. Bu da həqiqətən də bugünkü bazarın aktiv bir bazar olduğunu göstərir. Yəni hər rekdən sonra mən bunu deyə bilirəm sizə. W211-i satdı qardaşlar. Allah xeyir versin deyirik. Avtomobil, yəni söhbət təbii ki, bu 4 gözdən gedir. Neçənci ildir maşın?
2000-ci ildir. Neçə aldınız? 2000-ci ildir bu 4 göz. 12.000 manata alıbdı qardaş və indi bu biri qardaşı çəkməmək şərti ilə əlindəki pulu çəkirəm ki, qardaş xeyirləşir. Allah xeyir versin deyirəm. Narahat olmayın. Siz düşmürsünüz. Xeyirli sürsün, xeyirli işlərə sürsün deyirik. Daha yaxşı maşın qismət olsun bu qardaşa. 2000-ci il 12.000 manata aldı bu 4 gözü. Neçə motordur? 2.4 benzin. 2.4 benzin. 12.000 manata aldı. Görürsünüz, dəyərli izləyicilər, alış-veriş var. Bu Ford Fusion'dan da maraqlanırlar. Çox güman ki, bu maşını da alıblarmı yoxsa alırlarmı? Görürsünüz, nə qədər alıcı var bazarda, dəyərli izləyicilər. Fırlanıram, çəkirəm və maraqlı bir bazardır deyərdim. Həqiqətən çox maraqlı bazardır. Honda Insight'dır bu. Honda Insight. Salam elə keçsindir. 50 kilo. Çəkmək istəyəcəm. Daha doğrusu çəkirəm, amma soruşacağım detallı şəkildə kimindir bu avtomobil. Insight'ın yer sahibi sizsiniz. Allah xeyir versin, sizindir. Neçənci ildir? 18. Neçə deyirsiniz? 28 yarım. Hibriddir. 2018-ci ildir. 28.500 deyir. Hibrid mühərrikdir. Neçə mühərrikdir? 1.5. 1.5 hibriddir. Honda Insight dəyərli izləyicilər, intervalını, daha doğrusu interyerini sizlə tanış edirəm. Oturacaqların idarə olunmasını görürsünüz və buradan daxil olaraq biz Insight'ın interyerinə lip stoplar var burada avtomobildə. Full komplektasiyada avtomobil, böyük monitor və s. avtomobilin şiti, hər şeyi çox səliqəli vəziyyətdədir. Nə qədər gedib avtomobil? Yürüyüşü nə qədərdir qardaş? Balaca qardaşımız baxır. Deməli, baxaq görək 112.000 yürüyüşdədir. Avtomobil Koreyadır, hə? Yoxsa Amerikadır? Hə, Amerikankadır, amma 112.000 kilometrləndir bu avtomobilin yürüyüşü. Qiymətini dedikdə start qiyməti 28 yarımdır start qiyməti. Bu Honda Insight'ın xeyli sayda alıcı var, xeyli sayda. Baxın, bura Sarentoların bazarıdır. Sarentoların bazarında da xeyli sayda adam var. Avtomobillərlə ciddi maraqlananlar var. Maraqlanıb indi də qiymətləşirlər deyərdim. Baxın, görürsünüz. Burada xeyli sayda alıcı dayanıb. Bu bazarda da əməlli başlı canlanma var. Sarentoların bazarından gedib söhbət görürsünüz. Hər nöqtədəki maşınlarla ciddi maraqlanırlar. Belə, çönürük Santa Fe'lərin bazarına. Santa Fe'lərin də bazarında əməlli qaynaşma var. Maşınlarla maraqlananlar orada da var. Yer gəlmişkən Santa Fe'lərin də qiyməti 28.000-dən başlayır. Düz 33-34 minə qədər dəyişir. Təbii ki, 35 minə qədər dəyişir. Avtomobilin vəziyyətinə və komplektasiyasına asılı olaraq bu qiymət məhz o istiqamətdə buna görə dəyişir. Deməli, burada bir dənə 2017-ci ilin Nissan Leaf'ı var. Maraqlı görünüşdədir. Qiymətini qardaşım deyir ki, balaca qardaşım deyir ki, 12 yarıma deyirik. Maşının mən onun vidinə fasonuna baxan. Nissan Leaf, dəyərli izləyicilər, görməmişdim, gördüm. Maraqlı da Yapon keyfiyyəti. Avtomobil təbii ki, sükan sağdan sola keçmədi. Görürsünüz, yazılar, drive və s. sağ tərəfdə qalıb. Belə, qardaş sizi təmizləyir, müştərisini gözləyir. Bu Nissan Leaf'ın qiyməti də, narahat olmayın. Qiyməti də 12.500 manatdır, narahat olmayın. Qiyməti də 12.500 manat bu Nissan Leaf'ın. Canlanma var, Range Rover'lə maraqlanırlar. Buradan çönürük, burada bir Toyota Camry var, onunla maraqlanırlar. Fırlanırıq, burada RAV4 qarşımıza çıxır. Maraqlıdır, RAV4-ün qiyməti neçədir soruşacağım. Alanlar var, bazarda qaynaşma var. Bəli, hər dəfə bunu mən xatırlatma edirəm ki, bu bazar maraqlı bazardır. Burada bir dənə də Porsche var. Maraqlıdır ki, bu Porsche-ni neçə deyirlər, RAV4 ilə yan-yana dayanıb. Deməli, bu RAV4-ün qiymətini 46,5 manat deyir. İli nədir? 2020-dir. Hibriddir yoxsa yalnız benzindir? Benzindir 2020. S-Kraskadır 46.000-ə. Bu Porsche-nin isə 25.000 dollar qiyməti var. Start qiymətinə gedir söhbət. Vito bazarında isə biraz öncə çəkdiyim bu 4 göz Çeşka bazarındakı kimi alıcıya güllə atırlar. Yoxdur alıcı. Vitolar, nə bilim, Vianalar, hamısı yəni kiçik mikroavtobuslar deyək də, mikroavtobuslar
yük və sair sərnişin üçün nəzərdə tutulan bu maşınlardan gedir ki, söhbət. Burada alıcı yoxdur. Aralarında bir dənə sedan var, onunla maraqlanırlar. Belə dayanıb gözləyirlər. Alan satan çoxdur, alan isə demək olar ki, yoxdur. Yəni bu bazara girib maraqlanan yoxdur. Belə əsasən də bu avtomobillər, yəni ki, bu Vito bazarındakı maşınların bir 95-98% yük üçün nəzərdə tutulanlardır. Yəni alıcı qoşununa baxın. Görürsünüz, nə qədər canlanma var. Maraqlanırlar ciddi şəkildə sizdə. Qadir, ən bəyəndiyim maşını tapmışam. Söhbət Hyundai Elantra'dan gedir. 2007-2008 modellərdən. Bir qara rəngin özə çox səliqəli vəziyyətdə olan birini tapmışam. İndi çəkəcəm, sənə göstərəcəm və qiyməti ilə səni tanış edəcəm. İzləmədə qal, Qadir. Qadir, qarşımızda sənin dediyin Hyundai Elantra'nın 2008 və full komplektasiya modeli var. Avtomobil buradan alınıbdır, Qadir. Azərbaycandan rəsmi dillərdən alınıb. Yəni, xaricdən gətirilməyib. Full komplektasiyadır, deyir qardaş. Göstərəcəm sənə bunun interyerini, hər şeyini görürsən. Full komplektasiya olduğuna görə dəri oturacaqlardır. Özə səliqəli vəziyyətdədir, düzdür, sürülüb, biraz müəyyən əl gəzdirmək olar. Bax, görürsən, interyerini göstərirəm sənə. Qardaş burada bir dənə Android monitor qoyubdur. Hyundai Elantra'ya göstərirəm və buradan görürsən klimat kontrolu var. Kondisionerinə gedir söhbət, yürüşü də ki 100 nə qədər gedir? 192 min yürüşdədir bu avtomobilin yürüşü 192 mindir. Qadir 14.500 manatı da bu Elantra'nın start qiymətini deyir. Qara rəngdədir və səliqəli vəziyyətdədir deyərdim. Yəni yürüşü də, vəziyyəti də gəl Qadir məni al deyir. Sən maraqlanırdın bu avtomobillə, ona görə də sənin üçün çəkirəm. Buradan idarəetmə panelini göstərirəm. 192.310 kilometr yürüşdədir avtomobil. Yaxşı vəziyyətdədir, səliqəli vəziyyətdədir. Bəli, güzgülərin idarə olunmasıdır. Görürsən, güzgülərin idarə olunması. Yəni, full komplektasiya olduğuna görə bu funksiyalar hamısı bu avtomobildə var. Yaxşı vəziyyətdədir. Qardaş deyir ki, rəng dəyən yeri yoxdur. Avtomobil lupa farlardır, ambiyans işıqlardır və s. Avtomobilin yenə qeyrəm qiyməti 14.500 manatdır, Qadir. Yaxşı, Elantra'nın qiyməti bu modeldən gedir söhbət. Aşağı yuxarı 12.000-dən 14.000 arasıdır. Belə, düzdür, qiymət şişirdilmiş vəziyyətdədir. Yaxşısını tapsan, bəlkə də öz sahibindən tapsan, qardaş alıb satandır. Ona görə də öz sahibindən tapsan, ala bilərsən 12 yarma, 13 və s. Maraqlanırlar, bu modellərlə maraqlananlar var. Amma bazarda çox azdır, ha, Qadir, bu maşından bazarda demək olar ki, yoxdur. Burada ağ rəngi də var, Qadir. Görürsən, Elantra'nın daha bir dənəsi də var, Qadir. Burada Elantra'ların məskəninə gəlib düşmüşəm. Bazara girən kimi, nə vaxt gəlsən, bazarın girən kimi sol tərəfə dönürsən, gəlirsən, burada satılır yəqin ki, Elantra'lar. Çünki bura cəmləşiblər. Qiymətləri də maraqlıdır. Bunların da qiymətini soruşacağım. Görək, bu Elantra'ların qiymətləri neçədir, Qadir? 2 motordur, bax bu qara rəng. Bu ağla, o birisi qara isə 1.6-dır. Üçünün də qiymətinin qardaş 14.000-dən deyir, aşağı verərəm. Yəni, qurdalasan 13.000-ə falan ala bilərsən. Üçü də servisdir. Yəni, buradan rəsmi dillərdən alınır, Qadir. Yaxşı maşınlardır, yaxşıdır. Bu Elantra'lar bazarda sözün demiş, yəni daha doğrusu, ümumiyyətlə bu Elantra'lar sözün demiş maşınlardır. Təpəsini gözünü döy, sür, durub sənin üzünə qayıtmayacaq ki, məni niyə dağıdırsan? Çünki dağılmaq bilmir də bu maşınlar. Yəni, ağı çəkdim, çöndürəm qaranın. Salonu göstərirəm sənə, bu parça salondur. Yəni, full komplektasiyası da var içərisində, full olmayan da var içərisində. Hər bir halda qiymətləri demək olar ki, eynidir. 13-14, bax bu istiqamətdə dəyişir bunların qiymətləri. Bir dəyərli izləyicim həmişə yazır, xahiş edir ki, mənim üçün Nissan Altima çək. Amma təəssüf deyirəm, bu bazarda Nissan Altima tapıb sənin üçün çəkə bilmədim, qardaş. Bazarda Nissan Altima yoxdur. Demək olar ki, yoxdur. Bir dənəsi belə yoxdur ki, bu boyda bazarın hər yerini qarış-qarış gəzirəm. Tapıb çəkə biləm. Belə, dəyərli izləyicilər, bu bazarki çəkilişim bundan ibarətdir. Avtosazı izləmədə qalın və bir dənə də dəyərli izləyicim yazmışdı ki, Changan X5 Plus modelini çək. 2026-cı ildə Azərbaycana daha çox gətirilən avtomobildən gedir. Həmin avtomobilin söhbət Changan X5 Plus-dan gedir ki, onu da çəkib sizə təqdim edəcəm.
İzləmədə qalın, Avtosazda izləmədə qalın. Həmin avtomobilin mənfi və müsbət tərəflərini detallı şəkildə incələyib sizə təqdim edəcəm. Mən isə getdim. Bazar yaxşı bazar idi, alış-veriş var idi və qiymətlərdə isə ciddi bir dəyişiklik yoxdur. Əvvəlki bazarlarda qiymətlər necə idisə, bu bazarda da qiymətlər o şəkildə qalmaqdadır. Amma dəyişən bir dənə reallıq o idi ki, yenilik ondan ibarət idi ki, bu bazar əməlli alış-veriş var idi bazarda. Avtomobillə maraqlananlar çox idi, alanlar da çox idi. Hələlik Avtosazı izləmədə qalın, biz getdik.